tibb bacıları çox şey bilir. Həkimlər Məncə. də çox şey bilir. Daha çox görürsünüz, daha Bəli. çox kontakt olursunuz Baxın, pasientlərlə. bir xəstə vardı, onun axırı olmayan, çox sarsıldır o söz məni, axırı olmayan bir prosesdir də. Görürsən ki, xəstə İVL-dadır, aparatdan asılıdır, gündəlik dərmanları gedir, davası, dərmanı. Klinikaların çoxsuna bu çox müsbətdir. Niyə? Çünki ora çoxlu miqdarda pullar ödənilir. Və nə qədər yatış xəstəsi çox qaldıqca o klinikalar qazanc eləyir. Düşünmür ki, bu tərəfdən yanaşım ki, onsuz da bu xəstənin axırı yoxdur. Beyin ödəmi var. Beyin ölümü var. Sadəcə bu xəstə aparata bağlıdır. Düz demirəm ki, yəni özünüz düşünün, bu aparat süni nəfəs aparatda çıxartaq xəstə getdi, yoxdur əlimizdə. Yəni bu insan həqiqi yoxdur, ölümdür. Yəni şans yoxdur da. Şans yoxdur və onu günü-günə Şans uzadırlar. sataraq da, belə deyək, insanlara ümid satır. Ümid deyir ki, hə biraz xəstən düzəlib ha. Tərpəndi. Bəli, biraz əl tərpətdi, nə bilim gözünü açdı. Xəstənin yaxında sevgi, yox nə qədər də ödəyərəm. Hələ varıdır, ödəyir. Ancaq pik Olmasa nöqtə belə gedib bir yerdən bəli, tapıb hardansa gətirəcək. tapır. O da xəstəxanada oturub gəlmişsə, o da pulum da gəlirdi.